Hər kəsə salam, bol-bol motivasiya dolu vloquma xoş gəldiniz. Səhər oyanan kimi nə əcəbsə dərman içməyi unutmuram və ilk dərmanımı içib günümə başlayıram. Soruşanlar üçün zob dərmanıdır. Sonra isə çaydanımı doldurub keçirəm digər işlərimə. Qızımın saçlarını yığmaqdan başlayıram. Hazırlaşırıq çünki qızlarımla gözəl bir səhər yeməyinə getmək istəyirdik. Neçə vaxtı planlayırdıq. Nəsə hazırlaşıram həmişəki kimi. Bəzənə-düzənə makiyajımı eləyirəm. Burada da hələ də makiyaj eləməyə davam edirəm. İstədim sizin üçün asimetr tərzdə paylaşım eləyim. Çox qəşəng idi hətta. Sadəcə çöldə olan səslər biraz yorucu olduğu üçün dedim yox, elə öz səsimlə səsləndirmə eləyim. Gəldik burada da səhər yeməyinə qızlarımla. Yeməkdən sonra isə getdik Metroparka. Deməli biz getdiyimiz restoran Metroparkla üzbəyiz idi. Getdik qızlarımla biraz gəzdik. Burada da Dəniz məndən qabaqda qaçıb. Biraz mağazaları gəzdim. New Yorker'dən, sonra Zara'dan bir şey çəkdim sizlər üçün. Burada da mən özümü çəkirəm. Sonra isə çox sıxıldıq. Dedik artıq bəsdir biraz gəzdiyimiz. Gedək yavaş-yavaş evə doğru. Və evə gələn kimi kargolarımız gəlmişdi. Uşaqlar üçün pijama sifariş etmişdim. Mənim qızlarım dar pijama sevmədiyi üçün onlar üçün böyük razmer sifariş etmişdim. Burada da gülürəm, göstərirəm ki, içinə 5 nəfər yerləşər. Yəni o qədər böyük ölçü sifariş etmişəm. Əslində qalsa pijamanı normalda böyük ölçü sifariş etmək daha yaxşıdır. Çünki dar olanda uşaq rahat ola bilmir. Və burada isə köpüşdən axşam rutinimiz, çıxırıq biraz gəzməyə. Gəzintidən sonra isə günün yorğunluğunu atmaq üçün bir stəkan çay içirəm. Bu qədər, növbəti vloqlarda görüşənədək. Hələlik.